Lənkəranda qəza baş verib, yenə ənənəli. Niyə? Valla mən təəssüfdən başqa da, içimdən başqa belə sözlər keçib. Bu Lənkəranda bu hadisə o gün olmadı. Yəni, iki şagird, bacı-qardaş dünyasını dəyişdi. Siz nə yeyirsiniz, nə içirsiniz, niyə belə yaşayırsınız, bu nə həyatdır? Müəllim və şagird və tələbələr yaralanıb. Lənkəran Lerik magistralının rayonun Şovu kəndi ərazisindən keçən hissəsində hadisə baş verib. 2003-cü il təvəllüdü Murad Mirzəzadənin idarə etdiyi, markaya baxın, maşının markasına. Vaz 2106 markalı minik avtomobili Eldəniz Əmrəyevin sükanı arxasında olduğu Renault markalı maşınla toqquşub. Qəzada Vazın sürücüsü və digər avtomobildə olan sərnişinlər 7 yaşlı Məmmədli, 12 yaşlı Əmrəzadə, 17 yaşlı daha bir bu soyadı daşıyan şəxs və 17 yaşlı Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub və onların müalicələri müvafiq şöbədə davam etdirilir. Qeyd edək ki, xəsarət alan azyaşlılar, şagird və digər 2 nəfər isə tələbədir, faktla bağlı araşdırma aparılır. Yəni, öyrənin də bu maşınla davranışı öyrənin. Valla, bu maşınları indi ümumiyyətlə bir çox ölkələrdə bizim xaniyə atıblar. O maşınla fəxr edib, yüksək sürət, belə avtoşluq eləmək, avtomobildə də bu qədər insan olduğu halda. Yəni, deməkdən yorulur. Bir şey olan kimi biri gəlir. Sənin kəsibi belə dedi, filan elə. Qardaş, bu maşınla normal davrananda, cəmi bir neçə gün öncə, bax elə o ərazilərdə 2 bacı-qardaş həyatını itirdi, məktəbli uşaqlar. Ya özünüzə yazdığınız gəlmir. Bax, maşında tək olanda, ümumiyyətlə, mən belə bir tövsiyə edeyim, bu olmaz bu tövsiyə edeyim, mən eləyirəm. Maşında tək olanda, o adrenalini yaşamaq istəyirsinizsə, bu yüksək sürət yığın, nə bilim, 100-150 hansı sürəti, ən yaxınlıqdakı bir işıq dirəyini seçin, özünüzü çırpın oraya, yəni, belə deyək də, o rahatlığı siz ondan tapa bilərsiniz. Amma yoxsa xalqın balaları, nə bilim, bu qədər insanı həyatı ilə oynamaq, bu qədər insanın elə kimin əlinə bir dənə bir Jigulinin rolü düşür, yəni, vəssalam, olur Əzrail. Bu nə yaşayışdır, bu nə həyatdır. Adam var, 40 ildir maşını sürür, bir dəfə qəza eləməyib. Bunun, yəni, təsadüflə əlaqəsi yoxdur, başa düşürsünüz. Təsadüf bilirsiniz nədir? Dayanacaqda dayanırsan, 2 mərdimazar toqquşur, biri gəlir sənə dəyər. Budur təsadüf. Amma burada nəzə bu tərəflərdən biri 100% ki, mərdimazardır da, təbii ki.